Salam əziz izləyicilər. Bugün bizə təmirə gələn gördüyünüz kimi brend olaraq LG firmasına məxsus televizorumuzdur. Müştərimizin şikayəti odur ki, elektrik enisi verilən zaman televizorumuz bir anlıq açılır, bağlanır. Yəni amma ekrana yazı gəlmir. Gəlin elektrik enisi verək. Gördüyünüz kimi gəldi, getdi. Təkrar. Gördüyünüz kimi gəlir, gedir, təkrar. Modelimizi qeyd edim. 32LN 541U. Şuruplarını açaq. Arxasını açmışam, inşallah gördüyünüz kimi tozun bütün içindədir, bərbad gündədir. Vizual olarak anakarta baxış keçirdən zaman gözlə görsənir ki, burada kondensatorun biri şişib, ikinci buradadır. İlk öncə anakartı bir tozunu təmizləyək, televizorumuzun arxasını bir tozunu təmizləyim səliqəli şəkildə. Ondan sonra sökək və digər işlərimizi keçid eləyək və test edək, yoxlayaq. Anakartın tozunu təmizlədik. Və burada bir kondensator və digər ikinci kondensator. Dörd ədəd kondensatoru dəyişdim. 10 volt 1500 mikrofarad, 25 volt 220 mikrofarad, 10 volt 470 mikrofarad, 50 volt 470 mikrofarad kondensatorlarımız dəyişildi. Anakartımızı salaq, test edək. Baxaq görə televizorumuz açılır, açılmır. Televizor hazırdır, elektrik enisi verilsin. Gördüğünüz gibi LG logosu geldi. Normal böylesine işləyir inşallah.